O məcazi eşqdə qorxu var. Çox qorxu var. Bilirsiniz nədir? Çünki qorxursan ki, azalar bu məhəbbət. Hatta bəzi insanlar var, qorxur, deyir, ay Allah, birdən bu sevgimiz azalar. Yaxınlaşdıqca qorxur ki, bu görəsən qalacaq bu içimdəki sevgi, yoxsa azalacaq get-gedə. İçində qorxu var. İnsan istəmir axı əldə elədiyini. Fitrətən də Allah bizi elə yaradıb ki, nəyi ki qazanmışıq, istəyir elə həmişə qalsın bizdə. İnsanda belə bir xüsusiyyət var. Nə var elə həmişə məndə olsun, əlimdən çıxmasın. Əlimdən çıxmasın. Bir nəfərə məsələn gətirginən ona belə deyə də, dinən bu evi verirəm, sənə vermirəm, 70 il yaşa burada. Amma desə sənə verirəm, bir başqa babası var. Onsuz 70 il yaşamayacaqsan, elə yaşadı orada, sənin olmasın, ev olsun, misal deyirəm. Yox, mənim olsun. İnsanda belə bir xüsusiyyət var, mənim olsun. Mənə vergidən. İnsanda ümumiyyətlə belə bir fitrəti biraz araşdırsınız, çox maraqlı məxluquq biz. İstəyirik necə olsun, tapdığımızı itirməyək. Tapdığımızı itirməyək. Məcazi eşqlərdə belə deyil. Tapırsan, itirirsən. Ona görə də qorxu var. Canda qorxu var. Ruhani eşq belə deyil. Tapdığını hər an tapırsan. Hər an yeni mərifət, yeni kəşf, yeni sevgi, yeni məhəbbət və yeni eşq. Dəyişilir hər şey. Molla Sədra deyir ki, tərcümə edirəmsə, deyir, onunla, yəni məşuqla qol boyun oluram, amma görürəm ki, ruhun yenə ona qarşı şövqü var. Bir də deyim, deyir, məşuqla qol boyun oluram, görürəm, amma şövqüm azalmır. Bu nədir bu? Qol boyun olmaq daha yaxın olmaqdır, çatdın da, qovuşdun da. Amma deyir, bu ruhani eşqin bir dənə xüsusiyyəti var. Məşuqla qol boyun oluram, amma görürəm şövqüm azalmır. Şövqüm azalmır. Bu qədər yaxınlaşıram, məhəbbət buzu əribir. Ruhani eşqin xüsusiyyəti. Burada qorxu yoxdur, onu çataram, ay Allah, yorularam. İndi bunu sübut bir dənə ayə deyəcəm sizə. O qədər ki danışdım, ruhani eşqin sübutuna bir dənə ayə deyəcəm sizə. Ayəni oxuyarsınız evdə. İnnellezine amenu və amilus salihat. O kəslər ki iman gətirdilər və salih əməllərin yiyəsi oldular. Kənət ləhum cennatul firdevs nuzulən. Allah deyir, onlara cənnət verəcək. Cənnət verəcək. Bununla işim yoxdur. Xalidinə fiha. Cənnətdə əbədidirlər. Cənnətdə nədirlər? Əbədidirlər. La yəbğuna anha xivələn. Oradan ayrılmaq istəmirlər. Bu, deyərdim, ruhani eşqlə bağlı bir imza ayədir. Oradan ayrılmaq istəmirlər. Yəni, yormur oraları. Hara gedirsən, get də öz aramızda. Get, lap belə qəşəng mənzərədə otur. Və birazdan sonra necəsən? 2 gün, 3 gün, nə də bu getdiyi də bəsdir. Hara geyirsən, çatırsan, desə də bəsdir. Məcazi eşqlər hamısı budur. Nəyə əldə edirsən, desən, yox, bəsdir, qutardı. Çatırsan, ayrılırsan. Çatırsan, ayrılırsan. Amma cənnət bu deyil, deyir Allah. Gör nə deyir? Allah mövzunu bir fəlsəfi bir baxışdır. Fəlsəfi bir baxışdır, ya. Deyir ki, ora girən, ora daxil olan la yəbğuna anha xivələn. Oradan ayrılmaq istəmir. Aha. Hələ mən ruhumda o istəyirdi, ayrılmaq istəmirəm. Neysə tapıb ayrılmaq istəmirəm. Allah ruhuma uyğun ayələr göndərir. Allah səndən danışır. Bu doğrudan bu Quran-ı Kərim Allahla bir bəndə arasında olan bir sanki bir o eşq, məhəbbət məktubudur. Demirəm, baxın, bir dənə sizə söz deyim, diqqətlə qulaq asın. Demirəm, dində təbərra yoxdur, Allah düşməninə qarşı nifrət yoxdur, qəzəb yoxdur. Bunlar deyil, mövzu bu deyil. Bunlar ham söz yerində, vardı, əlbəttə var. İnşallah indi açaram mövzu boyunca nifrətin yeri hardadır, qəzəbin yeri hardadır. Allah necə baxır biz qəzəb mövzusuna, nifrət mövzusuna. Ondan işim yoxdur. Doğrudan da bu ayələr ruhumuz üçün nazil olmuş ayələrdir. Ruhumuz üçün. 2 yerə böldük. Bu nəticəni bugün alın, bunu ala bilərsiniz. Amma
Bəzi sözlərdən tez nəticə çıxartmıyorum. Mən qoy bu mövzunun silsilə ilə ki başlamışam, yekunlaşdıra nəticələr alarsınız. Tez nəticə alsınız, bir aləm hər bir-birinə tələsməyin. Mən hər şeyi indi gəlib deyə bilmirəm, amma tez bazarsın. Düzdür, gələ biraz müqəddimə deyim, belə oldu, axırda nəticə alaq. Amma bu nəticəni ala bilərsiniz. Adətən o filosoflar deyirlər ki, eşq iki hissəyə bölünür. Məcazi, cismani, tapdun, yorulub ayrılmaq istəyirsən, məcazi odur, cismani odur, bir də ruhani eşq. Qovuşduqca qovuşursan. Ruhani eşq. Bir dənə də ariflərin baxışı var. Bunu qısa deyim keçim. Bəzi ariflərin bir baxışı var ki, mən onu deyim sizə. Buyururlar ki, iki dənə eşq yoxdur, elə bir dənədir. İki hissəyə bölmürlər. Deyir, məcazi məşuqlarda aşiq özü bilmədən, aşiq özünün xəbəri yoxdur. O elə həqiqi məşuqun şüasıdır. Çünki bu aləmə ariflər bir təcəlli kimi baxırlar. Elə bir güzgü və ayna kimi baxırlar. Bütün aləm, bu varlıq aləmi Allahın adlarının məzhəridir. Belə baxırlar. Məsələn, dağ Allahın əzim sifətinin məzhəridir. Gözəl mənzərə Allahın cəmil sifətinin məzhəridir. Bir nəfər bir nəfərə bağışlayır, bu Allahın qəffar sifətinin mənzərəsidir, aynasıdır. Aləm bir dənə aynadır, Allahın adlarını göstərir sənə, ayna. Bir dənə belə bir baxış da var, bundan keçirəm mən. Mövlana'nın bir təmsili var, deyir, ilahi eşqdən bir damcı düşüb yerə. Maraqlı təmsili var Mövlana'nın. Deyir, ilahi eşqdən bir damcı düşüb yerə, torpağın üstünə tökülüb. İnsanın da dünyada varlıqların sevməsinin səbəbi torpağın üstünə tökülmüş həmən damcıdır. Bu Mövlana'nın təmsilidir, bundan da keçdi. Bunlar maraqlı mövzulardır, keçirəm amma üstündən. Amma sizə bir dənə söz deyəcəm. Ruhani eşq bu qədər danışdım, toxumunu Allah səpib o qəlbinizə. Bu rahat bir dənə sevinə bilərsiniz. Ruhani eşqin toxumu qəlbində var. Allah elə belə deyil, yəni səni göndərib get qazan bu ruhani eşq. Toxumuz qoyub qəlbində. Neynəcəsən? Düzəltməlisən, böyütməlisən. O eşqi tuğba ağacını çevirməlisən. O sənin zəhmətin bahasına olacaq. Ona görə deyirlər, kəsbi bir məhəbbət də var, qazanmaq. Bir toxumu var, öz qazandım, qazanmadım Allah verib, onunla işim yoxdur, o var. Bir də var qazanma yolu ilə, insan məhəbbəti qazanır. Bunun üçün yollar var. Ki, mən gələn cümlələrdə deyəcəm sizə, insan o məhəbbətin artırmağın yolları nədir? Necə düşünsək məhəbbətimiz artar? Necə yaşasaq məhəbbətimiz artar? Və maniyələri nədir? Bunlar hamısı bir mövzudur. Hamısı bir mövzudur. Amma kəsbi bir məhəbbət anlayışı da var. İnsan qazanır. Məhəbbəti qazanır. Asla qazanır. Və bu insani bir imtiyazdır. İnsana verilən bir imtiyazdır. Bu kəsbi məhəbbət. Burada insan özü seçir. Ruhuna uyğun bir məhbub seçir. Müəyyən meyarlarla. Məhbub yəni məşuq. Ruhuna uyğun məşuqlar seçirsən özünə. Burada yeri var bu cümlənin. Məhəbbətin də dəyəri məhbubun dəyəri qədəridir. Məhəbbətin dəyəri məşuqun dəyəri qədəridir. Sənin məhəbbət və dəyər necə veriləcək? Kimi sevirsən? O nə qədədir? Elə məhəbbət və dəyər o qədərdir. Diqqət edirsən. Ona görə deyirlər ki, vəsl ol bir okeana, yəni xırda məsələlərdə ilişib qalma. Baxın, demirəm ha, insan ailə sevgisi yoxdur, övlad sevgisi yoxdur, nə bilim, bunları demirəm, amma mövzu bu deyil. Mövzu bu deyil. İnşallah ona görə deyim, tələsmədən, inşallah bu cümlələrə qulaq asın, çalışacağım rahat şəkildə sizə izah verim. Amma bir dənə bu nəticəni götürün bu cümlədə, mən bunu deyim sizə. Məhəbbətin dəyəri məhbubuvun, sevdiyivün, məşuquvun dəyəri qədərdir. Məşuqun hansı dəyərdədirsə, elə məhəbbətin o qədərdir. Dəyəri o qədərdir. Əgər fani, dəyərsiz bir şeyə aşiq olsan, elə məhəbbətin də dəyəri o qədərdir. Fani. Məsələn, Allah dünyadan danışana deyir, məta'ud dünya qəlil. Dünya ki var, bu nazı, neyməti çox az bir şeydir. Qəlildir, qəlil. İndi insanın məhəbbəti bu dünyaya olarsa, elə məhəbbəti də qəlildir, azdır.
Nəyə insanın məhəbbəti var, elə qədəri də oradadır, qiyməti də oradadır. Həzrəti Peyğəmbərdən bir dənə hədis deyim sizə. Əl-əbdu mə'mən əhəb. Bir insan kimi sevir, elə onladır. Onunla birgədir. Onun ətri var onda. Onun rəngi var onda. Əl-əbdu mə'mən əhəb. Yaxşı, buraya can bu. Eşqi böldü iki hissəyə. Eşq dedik şiddətli məhəbbətdir. İndi burada bir sual çıxa bilər. Bu kəlmə Quranda keçib ya keçməyib? Eşq kəlməsi. Quranda işlənməyib bu kəlmə olaraq. Amma mənası işlənib Quranda. Bax gördüyünüz ayə. Ayə oxuyun. Ayələr ki vurulur bura, elə belə vurulmur. Vəllezina amanu əşəddu hubban lillah. İman əhli Allahı çox sevər. Əşəddu hubban. Hubban. Çox sevər. Məhəbbəti şiddətlidir. Şiddətli məhəbbətin adı nədir? Eşqdir. Onu bir saat izah verirəm sizə. Mənası keçib, sözü keçməyib, mənası keçib. Deyir, iman əhlinin xüsusiyyəti nədir? İman əhli əşəddu hubban lillah. Allahı çox sevirlər. Çox, çox. Nə qədər çox? Nə bilim nə qədər. O hərdən o evdə uşaqlara deyir, sən nə qədər atanı çox, belə əli ilə göstərdi, bu qədər, uşaqdır da. Çox, nə bilim, necə göstərim ona, o çoxu da özünüz neyin, həll eləyin öz içimizdə. Əşəddu, şiddətlidir. Çox şiddətlidir məhəbbəti iman əhlinin. Bu ayə sizi düşündürər inşallah. Mənə çox düşündürən ayələrdən biridir həqiqətən. Əşəddu hubban lillah. Ya məsələn, məhəbbət haqqında bir ayə deyim sizə Quranda. Ya eyyuhellezina amanu, ay iman əhli, mən yərtəddə minkum an dinihi. Sizlərdən əgər bir qrup dindən üst çevirsə, da qayda deyə, bundan sonra mən dinə kömək eləməyəcəm, xidmət eləməyəcəm, mənə qalmayıb ki hər şey. Mən niyə eləməliyəm? Biraz başladın eləməyə, minnət qoymaya Allaha. Başladı təkəbbürlü eləməyə. Allah nə deyir? Deyir, sizlərdən əgər bəzi dindən üst çevirsə, fəsəvfə yəti Allah. Mənim sizə ehtiyacım yoxdur, elə bilərsiniz sizə ehtiyacım var. Bir başqa adamlar gətirərəm sizin yerimizə. Başqa adamlar gətirərəm sizin yerimizə. Fəsəvfə yəti Allah bi qavmin. Bir başqa adamlar gətirərəm ki, onların iki dənə xüsusiyyəti var, baxın. Yuhibbuhum, Allah onları sevir və yuhibbunəh, onlar da Allahı sevir. Mən elə adamları tapıb çıxartacam meydana. Mən də onları sevirəm, Allah deyir. Onlar da məni sevir. Bunları çıxartacam meydana. Çəkilir, çəkin. Eləmə xütbəni. Tapacam elə adam. Bu yoxdur bəyəm, bu milyonların içində bir adam çıxmayacaq. Çıxacaq. Yuhibbuhum, özü maraqlıdır ya. Burada Allah necə mövzunu dəyişib ha. Deyir, birinci mən onları sevirəm. Daha sonra onları məni sevir. Mən onları sevirəm, onları məni sevir. Sənin sevgindən öncə Allahın sevgisi. Bu da maraqlı. İnsana həyat baxışı verən bir ayət. Mən də onları sevirəm, onlar da məni sevir. Elələrini gətirib çıxardıram. Mənim üçün çətin deyil bunlar. Qəliz deyil bunlar, yəni mən qalmamışam belə. Sizin ehtiyacınız var. Gördünüz? Deməli, məhəbbət kəlməsi Quranda keçib. Şiddətli məhəbbət də Quranda keçib. Və dualarda da istəyiblər. Əsəlukə hubbəkə yazılıb. Qunutda siz bu duanı oxuyarsınız. Əsəlukə hubbəkə. İlahi, sənin məhəbbətini istəyirəm. Hə? Sənin məhəbbətini istəyirəm. Əsəlükə hubbə mən yuhibbukə. Səni sevənləri sevməyi istəyirəm. Nəsib elə mənə. Və davamında bu əsəlükə hubbə kullə əməlin yusilunu ilə qurbikə. O əməl ki, səni, o əməllə sənə yaxınlaşaram, o əməlləri sevgisini istəyirəm. Ona görə dualarımızdan da biri bu olsun. Allahumma əsəlükə hubbək. Sənin məhəbbət istəyirəm. Kəsb-i məhəbbət. Qazanmalısan bunu. Bu insan kəsb eləməlidir, qazanmalıdır. Bu məhəbbəti elə versinlər hamıya, elə deyil. Yox. Elə belə bir şey deyil ki, götür apar getsin. O məhəbbətin dəyəri, qiymi, o qazanmalısan. Zəhmət çəkməlisən, o məhəbbəti qazanmalısan. Və bir dənə də bu silsilədə ki, çıxışlarımda bu nəticəni də ala bilərsiniz.
məhəbbətin ən aşağı, Allaha məhəbbətin ən aşağı dərəcəsi nədir? Yəni bunun o tərəfə yoxdur ya. Bu da maraqlıdır. Yəni məhəbbətin dərəcələri var, var. Aşağısı nədir? Ən aşağısını Allah Quranda deyib ki, nədir? Bunun o tərəfəsi daha yoxdur. Nədir ya Rəbbəl aləm? Qul in kana abaukum və abnaukum və ixvanukum və azvacukum və aşiretukum və amvalun iqtaraftumuha və ticaretin taxşauna kasadaha və masakin tardaunaha ahabbu ilaykum min Allah və rasulih və cihadin fi sabilih fatarabbasu hətta ya'tiyallah bi əmri. Ayəni tam dedim sizə axıra qədər. Deyir, əgər Allahdan daha çox sevsöz kimi övladlarınızı, qardaşlarınızı, yoldaşınızı, malınızı, ticarətinizi, torpağınızı, o daha sevimli olsa sizə Allahdan, Peyğəmbərindən, Allah yolunda cihaddan fətərəbbəsi, onda gözləyin, hətta ya'tiyallah bi əmri, Allahın əmri gəlsin. Allah nə göndərəcəksə göndərsin. Yəni, belə olmaz ki, Allahın məhəbbətindən üstün olsun övlad məhəbbəti. Ən aşağı həddi budur məhəbbətin, Allah məhəbbətinin ki, bütün məhəbbətləri üst eləsin. Bütün məhəbbətləri üst eləsin. Oğul məhəbbəti ilə Allah məhəbbəti. Bu həddə düşməlidir. Bundan o tərəfə getdik, məhəbbətdən söhbət getmir, yəni, bitdi. Görsən, Allah böyütdə mövzunu da, elə hər hamı dursun, desin ki, mən Allahı çox sevirəm, elə deyir, hərdən görsən, bəzən, Allaha qurban olum. Sən Allaha qurban olansan, boş-boş bekar danışırsan. Allaha bir sənə qədər çoxsun, hərdən elə danışır, valla baxırsan ki, İlahi Rəbbim, yəni bu söz onluq deyil də. Ruhdan salmıram ha, Allah bizi öz sevənlərindən qərar versin. Amma Allah deyir ki, ən aşağı həddi budur bunun. Ən aşağı həddi budur bunun. Və insan bu həddə Allahla seçim arasında qalsa övladına Allahın qaydaları. Övlad adamı çox şeydə istəyirlər. Allahın buyruqları. O daha mühüm olmalıdır. Bir dənə həyatınıza baxın, görün, Allah daha mühümdür, yoxsa Allahdan savayı. Orada biləcək ki, aşağı dərəcəyə çatdıq. Deyərsən, bunun o tərəfə nədir ay Allah? Sonra bizi yordun ki, pis yerdən başladınsa, bunun o tərəfə nəymiş? İnşallah da danışarıq asla-asla. Yəni, mövzu gəlib çatacaq, orada danışarıq. Və eşq kəlməsinin özü də Quranda keçib. Eşq kəlməsinin özü də Quranda keçib. Mən bu hədisdə deyim, asla yekunlaşdırım. Allah deyir, hədisdə var ki, mən tələbəni, hədisi qudsi. Mən tələbəni. Belə deyək, məni axtaran, Allah deyir, məni axtaran. Vəcədəni, məni taparsan. Axtar, tapacaqsan. Mən tələbəni vəcədəni. Məni axtaran məni tapar. Mən vəcədəni ərəfəni. Məni tapan məni tanıyar. Gələ tapasan ki, tanıyasan da. Bir nəfər haqqında sənə 1000 dənə söz deyər. Gəlsən, otursan, bir kəlmə görsən, doğrudan başqa adamdır bu. Tap ki, tanıyasan. Davamında buyurur, mən vəcədəni ərəfəni. Kim məni tapsa məni tanıyar. Və mən ərəfəni aşaqəni. Məni tanıyan, mənə aşiq olar. Və mən əşəqəni əşəqduhu. Kim mənə aşiq olsa, mən də ona aşiq olaram. Sonra nə olar? Və mən əşəqduhu qətəlduhu. Maraqlı hədisin nöqtə yeridir. Kimə aşiq olsam öldürərəm onu. Öldürərəm yəni nə? Nə sənlə bağlıdır onu öldürərəm. Səni yalnız özüm üçün saxlayaram. Allahdan masiva nə varsa hamı səndən uzaqlaşar. Bir dənə sən, mən qalarıq. Heç sən də qalmarsan. Bitdin. Öldürərəm onu. Sonra nə baş verər? Və mən qətəltuhu fəaleyyə diyətuhu. Kimi öldürsəm diyəsi məndədir, qanbahası məndədir. Qanbahası nədir? Və mən aleyyə diyətuhu fəənə diyətuhu. Qanbahası özümə. Özümü verirəm ona. Onlar məndən xəlil. Gördün, haradan hara gəldik? İnsan hara çatırmır? Yol açıq deyə gedənlər üçün. Axtaran tapar, tapan aşiq olar. Aşiq olanda sonu budur. Və həqiqi həyat da buradadır. Olar ki, həyatdan zövq almaq istəyir, belə deyək.
Yaşamaq istəyir, hərdən deyirlər. Yaşamaq istəyirəm, yaşamaq. Yaşamaq budur. Nə vaxta qədər o ruhani eşq olmasa, o rabit olmasa yaşamayacaqsan. Yaşaya da bilməzsən. Yaşam ondandır. Ondan savayı öz həyatınızdır ki, mən belə qəliz danışıram ki, öz həyatınızdır. Görürsən də həyat qorxu ilə, hüzündən keçir. Nəyi tapırsan, elə qorxursan ki, itirərəm. Nəyi tapmırsan, hüzündən keçirsən. Bir daha bunu əldə edeyim. Tapmadığın hüzündəsən, tapdığın qorxudasan, əlimdən çıxar. Bu həyat deyil ki. Həyat deyil ki. Həyat budur ki, rahat, aram yaşayasan. Onu ilə həm söhbət olasan. Və onu ilə ünsiyyət qurasan. Və bugün aldığım nəticələr və yekunlaşdım gələn cümə üçün. Eşq harda zərrə var, orada var. 1. 2. Eşq 2 hissəyə böldük. Ruhani, mənəvi, cismani, məcazi. 2. Ruhani eşqin toxumu qəlbində var. 3. Məhəbbətin dəyəri məhbubun dəyəri qədərdir. 4. Bu gün yığdım söhbəti bir yerə. İnşallah gələn cümə bu mövzu mən davam edəcəm.